Herkesi buradan salamlayıram. Bugün günlərdən ən gözəl bir gündür. Buradan mən körpə fidanlarımı öpürəm, bağrıma basıram. Sizləri çox sevirəm. Yaxşı ki varsınız. Yaxşı ki mənim şagirdlərimsiniz. Çok salamlayıram. Mən şanslıyam ki, belə bir gimnaziyada, belə bir müəllimlər, rəhbərin nöqtəsində təhsil alıram. Mən ilk öncə tanıma, sonrası valideynlərimə təşəkkür edirəm. Yaxşı ki, varsınız. İlk öncə salam anama, atama, valideynlərimə, daha sonraki müəllimlərimə və sinif yoldaşlarıma ürəkdən minnətdarlığımı bildirirəm. Çünki əgər onlar olmasaydı, mən hal-hazırda belə gözəl təhsil ala bilməzdim. Hamınızı çox sevirəm. Əziz valideynlərim və mənim müəllimim. Mən çox şadam ki, bu liseydə təhsil alıram. İlk öncə müəllimlərimə və valideynlərimə təşəkkürümü bildirirəm ki, mən bu liseydə oxuduğuma sərəzir çəkirsiniz. Çox sağ olun ki, varsınız. Əvvəlcə hepinizi salamlayıram. Əziz müəllimlərimə, əziz valideynlərimə, anama, atama və sinif yoldaşlarıma təşəkkür edirəm. Burada əslində çox şey danışa bilərəm. Sizin üçün kitab yazısına yazıb bitirənlərəm. Amma tək bir cümlə demək istəyirəm. Hər birinizə təşəkkür edirəm. Bu günə qədər gəlib çıxmamda çox böyük rollar ödəmişsiniz. Əziz anam, atam, sizə çox təşəkkür edirəm ki, mənə həmişə yanımda olmusunuz. Anam, çox təşəkkür edirəm ki, mənə hər şeydən kömək etmirsən, məni dinləmirsən. Ata, sənə çox təşəkkür edirəm ki, mənə hər zaman yanımda olmusan, mənə dəstək göstərmirsən. Sizi çox sevirəm. İlk öncə hepinizi salamlayıram və ailəmə buradan çox-çox təşəkkürlərimi bildirirəm ki, onlar hər gün mənim qayğımı çəkirlər, hər gün məni məktəbə qədər gətirir, atlarını götürür, hər işimdə mənə çox dəstək olurlar, arxamda dayanırlar, dayağım onlar mənim və müəllimlərimə də çox təşəkkür edirəm ki, bizə bugün öyrətdilər, gözəl xatirələr yaratdı bizdə, bu ili çox gözəl keçirmişik və çox gözəl xatirələrimiz oldu bizdə. Ailəmdə çox sevirəm. İlk öncə hər kəs salam. Yaxşı ki, mənim belə valideynlərim var. Mən sizə çox istəyirəm. İlk öncə hər kəsə salam. Mənim bu məktəbdə oxumağım, təhsil almağım birinci səbəbi valideynlərimdir. Valideynlərimi çox sevirəm. Təşəkkürlər onlara. Öncəliklə hər kəsi salamlayıram. Mən şanslı bir uşağam ki, belə bir məktəbdə oxuyuram, belə sinif yoldaşlarım var, belə müəllimlərim var. Bu yola gəlməyimdə ən böyük dəstək mənim atam və anam oldu. Onlara çox təşəkkür edirəm ki, həmişə mənə dayalı oldular, hər zaman, hər daim yanımda oldular. Hər birinizi çox sevirəm.
Herkese salam. İlk önce bunu demək istəyirəm ki, mən çox şanslı bir uşağam ki, bu məktəbdə oxuyuram və sizin kimi gözəl insanları tanımışam. Və bu sizi tanımamda ən böyük rolu görən anamdır ki, mənə hər zaman dəstək olub, mənim bu yerlərə gətirdi. Təbii ki, atamın da bu işdə çox böyük rolu var. O da anama dəstək olmasaydı, anam da mənə dəstək ola bilməzdi. Hamınıza çox təşəkkür edirəm, sağ olun. Salam, mən əziz valideynlərimə çox təşəkkür edirəm. Sağ olun. Hər kəsi salamlayıram. Mən qardıma qalan valideynlərimə hamısına təşəkkür edirəm. Canım ailəm, çox sağ olun, iyi ki varsınız. Hər kəsə salam. İlk öncə valideynlərimə və müəllimlərimə təşəkkür edirəm. Bura qəbul olmamda valideynlərin məzəti çoxdur. Müəllimlərimə də xüsusi təşəkkür edirəm. Bizə göstərdiyi qayğıya, sevgiyə, bizə yaratdığı şəraitə görə çox təşəkkür edirəm. Həmçinin sinif yoldaşlarıma da. Onlarla bura qəbul olundan sonra onlarla bir çox yaxşı xatirələrimiz oldu. Hər də sizi çox sevirəm. Öncədən hər kəsə salam. Mən şanslıyam ki, məktəbdə və bu sinifdə oxuyuram. Bunların hamısını atama, anama və müəllimlərimə borcluyam. Əgər atam mənə oxu deməsəydi, indi mən buralara qədər gəlməzdim. Onlar həmişə mənə qayğı və sevgi göstəriblər. Sağ olun. Hər kəsə salam. Mənim indi bu məktəbdə oxumağımı atamın, qardaşımın da müəllimlərimin sayəsində sizə çox təşəkkür edirəm ki, indi bu 11 yaşımda, hətta bir ay 12 yaşımda olur. 12 yaşıma qədər sağlam və əyləncəli mənə həyat verdi. Bu qədər. İlk öncə hər birinizi salamlayıram. Mən belə bir məktəbdə, gimnaziyada oxuduğum üçün çox şanslı sayılıram. Mən bu məktəbdə oxuduğuma görə valideynlərimə borcluyam. Siz məni oxudub bu səviyyəyə gətirmisiniz. Sizi çox sevirəm, çox sağ olun. Hər kəsi salamlayıram ilk öncə. Mən valideynimə çox sağ ol deyirəm ki, mənim bu məktəbdə oxumağıma kimi olur. Mən hazırlıqları qoyub ki, mən bura qəbul olum. Mən nə yaxşı bu sinifdə oxumuşam. İlk öncə valideynimə, sonra isə müəllimələrimə təşəkkür etməliyəm. Nə yaxşı ki varsınız. Mən buradan hamını salamlayıram. Mən xoşbəxtəm ki, bu cür bir məktəbdə oxuyuram. Bu il ərzində pis xatirələrimiz oldu, yaxşı xatirələrimiz oldu. Nailə müəllim bizi əsəbləşdi, bəzən bizim saçımızı xumarladı. Ancaq yenə də gözəl keçdi. Mən əsasda valideynlərimə təşəkkür edirəm və müəllimlərimə və bu yolda bizə dəstək olan sinif yoldaşlarımıza təşəkkür edirəm. Çox sağ olun ki, hamınız varsınız. Hər kəsi salamlayıram. Valideynlərimə təşəkkür edirəm ki, hər zaman mənim yanımda olub, günündə, yaxşı günündə mənə dəstək oldular. Nailə müəllimə, sinif yoldaşlarıma da təşəkkür edirəm ki, bir il boyunca mənə gözəl günlər yaşatdılar. Çox təşəkkür edirəm. Xüsusi olaraq ailəmə, müəllimlərimə və uşaqlara, yəni sinif yoldaşlarıma çox təşəkkür edirəm. Və demək istəyirəm ki, bir il daha biz yerimizdə buraxdıq. Bu bir ildə yaxşılıq pis xatirələrlə, bir-birimizdən olan xoş xatirələrlə əsasda yadda qalmaq istəyirəm. Və onu da demək istəyirəm ki, məktəbdən qalan xatirələr heç bir zaman həyatımız boyunca itmir və bu xatirələr bizim üçün çox dəyərli olur. Ona görə də mənim burada olmamın səbəbi olan müəllimlərimə və ən əsas da ailəmə çox təşəkkür edir. Onlara qucaq dolusu sevgilər göndərirəm. Sağ olun, yaxşı ki varsınız. Əziz canım və atam və anam, bu günə qədər mənim yanımda olduğunuz üçün, mən sevgisi, sınırsız sevgi, qayğı, mərhəmət göstərdiyiniz üçün, hər daim yanımda olduğunuz üçün sizə çox təşəkkür edirəm. Ola bilir bəzən balaca davalar edirik, bir-birimizdən inciyirik, amma hər davanın axırında mən içindən sizə özür diləyirəm və sizin haqlı olduğunuzu bilirəm. Amma təbii ki, bunu sizə deyə bilmirəm. Həmişə yanınızda olacağım, həmişə sizin bir tək qızınız olacağım. Sizi çox sevirəm, tək və birinci qızınız Nailə. Salam, ilk öncə valideynlərimə, müəllimlərimə və sinif yoldaşlarıma təşəkkür edirəm ki, bu günləri kimi gəlib çıxardı, xoş xatirələr yaradı. Və bizim sinifin ən gözəl sevdiyim yanında budur ki, sinifin başa düşdüyü bəzi sözlər var. Onlar çoxsa çünki hər birinin gülməli bir xatirəsi var. Və ona görə həm sinif yoldaşlarıma, həm sinif Nailə müəllimə çox xüsusi təşəkkür edirəm ki, yəni belə bir şərait yaradıb bizə, həmişə bizi əyləndirir, harası aparır muzeylərə, ya da ki, imtahanlara qoşulur hər bir zaman. Həmçinin valideynlərimə, mənim hər bir zaman yanımda olublar. Yəni hər istəyimə yaxşı yanaşıblar, hər istəyimə ediblər, ona görə də hər birinə təşəkkür edirəm. Bugünə qədər gəldimsə, bu yolun hər addımında yanımda olanlar sayəsində gəldim. Ən böyük dəstəyim anam və atam.
Sizin sevginiz, əlinizi hər zaman başımda hiss etməyi mənə rütb edir. Gözümə baxıb bacaracaqsan deyən hər kəsə təşəkkür edirəm. Bu yol tək mənim deyil, bizim yolumuzdur. Minnətdaram. Hər birinizi salamlayıram. Mənim burada olmağımın ən böyük səbəbi də anam və atamdır. Anam və atam sizi çox sevirəm. Həmçinin sinif yoldaşlarım və siniflərimdə də çox sevirəm. Artıq 2024-25 tədris ilini geridə qoyduq. İl boyunca əldə etdiyiniz bilik və bacarıqlar sizin gələcək həyatınız üçün böyük əhəmiyyət kəsb edir. Əminəm ki, növbəti tədris ilində öz bacarıqlarınızı daha da inkişaf etdirəcəksiniz. Nəticədə daha böyük uğurlara imza atmış olacaqsınız. Hər birinizə gözəl istirahətlər arzulayıram. Yeni tədris ilində görüşmək diləğilə.